təcili Qəbələdə, Qəbələn əyləncə mərkəzinə yaxın bir villanın satışa çıxarılıb. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Arxada gördüyünüz bu 174 kvadrat metrdən ibarət 5 sotda inşa olunmuş möhtəşəm bir villadır. Qiyməti münasibdir, təcili satışdır. Yenə deyirəm, start qiymətini qeyd eləyəcəm. Yaxşı da indirim olunacaq. Yol koridor hissəsi, bax həyətin. 3-4 maşın rahatçılıqla saxla. Şam ağaclarına bax, maşallah, qəşəng düzülüb. Yəni, səliqəli, baxımlı bir villadır. Hovuzu. İndi bu qış ayları olduğuna görə belə yaşıl rəngdə olmalıdır. Bu təmizlik olandan sonra bunun 100 manat xərci var. Təmizləndən sonra superdir. Şəffaf göz işığı kimi. Bax, dəyərli izləyicilərimiz, villanın möhtəşimliyinə bax, maşallah, maşallah. Arxasında besetka hissəsi var. Video uzanmasın deyə oranı göstərmirəm, şəklini ataram oranı. 4 bir tərəfindən də fırlanmaq mümkündür villamızın. Ümumi görünüşü də çox gözəldir, daxili də ondan bir daha gözəldir. Dəyərli izləyicilərimiz, villamızın içərisini təqdim edim, bismillah. Birinci mərtəbədə zaldır, yataq otağıdır, sanuzel, hamam və mətbəx. Bax, birinci zaldan başlayayım. Geniş zalı, kondisioner, televizor, stul, divan, gördüyünüz hər bir şeydə qalacaq inşallah. Bir dənə yuxarıda o qaçış aparatı var, onu söz vermirəm, sonra yalancı çıxaram. Bax, birinci yataq otağı, birinci mərtəbədə olan. Hazır biznesdir, al gündə, illik belə deyim, 20 min, 15 min, yəni reallıqla 15-20 min gəliri var illik. Bura sanuzel hamam birinci mərtəbədə olan. Bura mətbəx hissəsi, dəyərli izləyicilərimiz. Bax, soyuducusu qeyd edirəm, paltar yuyanı, qab yuyanı, mikronovkası, bütün elektronik əşyaları mövcuddur. Hamısı da qalacaq. Halal xoşunuz olsun. Qiymət əsas məsələ. Bax, bu istipoldur birinci mərtəbə qeyd edim, ikinci mərtəbə radiatorlar quraşdırılır. 250 min start qiymətdir. Reallıq olsa, gəlin, yaxşı indirim olunacaq. Yəni, bir həftə 10 gündə bu satılmalıdır. 10 gündən sonra indirim istəməyin. Bax, əvvəlcədən deyirəm. Al, bugün al, sabah 3 aydan sonra bahar sat. Yəni, belə bir şey də var. Burası sahibinə təcili pul lazımdır, iş adamıdır. İndi buradan götürdüyüm başqa yerdən, belə deyim ki, müqayisə eləyəndə oradan yaxşı işini həll edə bilir. İkinci mərtəbədə dəyərli izləyicilər, 3 yataq otağıdır. Birinci ilə tanış olaq. İkinci yataq otağı, otaqların hamısı genişdir. Və bir dənə şeyin qeyd edim, dəyərli izləyicilərimiz, burada villada bir dənə nə lazımdır? Aboy işi. Buranı aboylarını sökür, təzə aboylar inşallah. Yəni səliqəli. Niyə? Atan yerləri var, onu da yəqin ustasız dəqiq olubdur, ona görədir. Mərtəbə burası monolit, onu qeyd etdim. Bura ikinci mərtəbənin sanuzel hamamı. Və mənim dəyərli izləyicilərim, bax, ən gözəl, xoşuma gələn yataq otağı budur. Birbaşa mənzəriyə, panoramaya bax. Çıxışı var bu yataq otağından. Çox gözəldir. Və dəyərli izləyicilərimiz, balkon hissəsini də göstərin. Burası da eyni otaqla eyni mənzərədir, çox səliqəli. Buradan da baxın. Həyətə baxan bir pəncərə və yaxud da qarşılığı kəsən, mənzərəni kəsən bir, belə deyim ki, ev, heç bir şey yox. Qəbələn əyləncə mərkəzindən yaxın. Heydər Əliyev prospektinin kənarı, yəni prospektlə bu villanın 150 metr məsafəsi var. Qiymət də öz yerində. Bilirsiniz ki, bir Qəbələdə qiymətlər günü-gündən bahalaşır. Torpağın qiyməti 20 min. Elə indi ortalama hesablayaq ki, 100 min torpaq olsa, yəni belə deyim da, bunun reallıq olsa 100 neçə minət ki, başa çatdırma, o psixolog gəlir, adam nə üçün deyir. Ətraflı məlumat üçün səhifədə nömrə qeyd olunur. Zəng edirsiniz, məlumat alırsınız. Sağ olun, salamat.